Doktor, ağrını azaltmaq yoxsa ağrının səbəbini tapmaq? O mu yoxsa bu mu? Ağrının səbəbini taparaq ağrını azaltsaq daha yaxşı olur. Gündəlik istifadə üçün altı düz ayaqqabı yoxsa hündür daban? Nə altı düz ayaqqabı, nə hündür daban. İkisi də bir-birindən zərərlidir. Daha yaxşısı dabanı 2-3 sm hündürlüklü olan ayaqqabılar. Skalyozda üzgüçülük yoxsa müalicəvi idman hərəkətləri? Skalyozun müalicəsində birmənalı olaraq müalicəvi idman hərəkətləri, şrot hərəkətləri deyilir, daha məqsədə uyğundur. Ağrı olan zaman isti qoyulması məsləhətdir yoxsa buz? Ağrı olan zaman buz qoyulması daha məsləhətlidir. İsti bəzən iltihab, altda yatan iltihab vardısa, maye artımı, ödem deyirik vardısa, onu daha da artırıb, xəstəliyi daha da ağırlaşdıra bilər. Ona görə buz. Fəqərarası yırtıqdan qorunmaq üçün qarın əzələlərini gücləndirmək yoxsa yalnız bel əzələlərini? Qarın əzələlərini möhkəmləndirmək daha məsləhətlidir. Qora əzələlərini möhkəmləndirmək daha məsləhətlidir. Ofisdə işləyənlər üçün hər saat tamamında 2-3 dəqiqə gəzmək yoxsa bütün gün oturub axşam 1 saat gəzmək? Xeyr, hər saatın tamamında 2-3 dəqiqə gəzmək daha faydalıdır. Gün ərzində hərəkətsiz, yəni oturduğumuzun ziyanını axşam 1 saat gəzməklə təəssüflər olsun ki, ödəyə bilmərik. Əşya qaldıranda beli büküb əymək yoxsa dizləri büküb çökmək? Əşya qaldırarkən beli büküb, yəni yük qaldırmaq, bel yırtığına dəvətnamə göndərmək kimi bir şeydir. Ən doğrusu dizlərini büküb qaldırmaq.